Sufyan ibn Uyeyna rahimehullah buyurur ki, bu çox gözəl bir kəlmədir. Rahimehullah buyurur ki, "Mə ənəmallahu alə abdin minəl ibadi ni'mətən azam min ən arrafahum la ilahe illallah." Buyurur ki, Allah Taala'nın qullarından, yəni içindən seçib ən böyük nemət verdiyi qulu odur ki, ona la ilahe illallahı tanıdıb. Adam var, hər şeyi tanıyır, Allahı yox. Desən, Allah Teala adlarını bilmirəm. Amma məsələn, bilir ki, hansı futbolçu haçanın hara transfer olub. Və bilir ki, məsələn, səbəb nə olub transferdə. Və bilir ki, nə bilim, niyə görə olub, niyə görə qol sayılmadı. Onu bilir, amma bilmir Allahın adları. Deyir Allah, desən Allahın adları Allah, Allah. Və ya ola bilər, cahilinə desin Xuda və ya Tanrı. Hamısı da batildir, Allahın adları deyil. Allahın Tanrı adı yoxdur. Və ya Xuda, Allahın adı deyil. Allahın adı Rəhmandır, Rəhimdir, Razzaqdır, Vahhabdır, Azizdir, Həkimdir, Müminul, Müheyminul, Azizul, Cəbbarul, Mütəkəbbir. Allahın adları bunlardır və başqa adları. Lakin bilmir.